Alma mövsümü gəlmişkən gəlin çox ləzzətli, asan hazırlanan və ən əsas da az ərzaqlı almalı piroq hazırlayaq. 1 stəkan şəkər tozun üzərinə 1 çay qaşığı yarım qabartma tozu və 2 ədəd yumurta əlavə edib mikserlə qarışdıraq. 200 qram yumuşaq kərə yağını da əlavə edib yenidən qarışdıraq. Daha sonra üzərinə 1 paket vanil də əlavə edək. 4 stəkan unu da əlavə edib yumuşaq, ələ yapışmayan kövrək bir xəmir yoğuraq. Qeyd edim ki, bu reseptdə xrustal stəkandan istifadə etmişəm, yəni stəkanımın ölçüsü 200 ml-dir. Xəmirimizi 2 bərabər olmayan hissələrə bölürük, yəni biri balaca, biri böyük. Xəmirin böyük hissəsini 30 dəqiqə soyuducuda saxlayırıq və balaca hissəsini isə 30 dəqiqə buzxanaya qoyuruq. Və bu arada dostlar, əgər siz də mənim kimi evdə oturaraq sevdiyiniz işlə məşğul ola-ola ayda sadəcə 30 manatlıq özünüzə və yaxınlarınıza bijuteriya, ətir, saat və s. məhsullar almaqla pul qazanmaq istəyirsinizsə, profilimdə link qeyd etmişəm, keçid edib əlavə məlumat ala bilərsiniz. 1 kilo almanın da qabığını soyub rəndənin iri gözündən keçirdirik. Rəndələnmiş almaları tavaya əlavə edib üzərinə yarım stəkan şəkər tozu da əlavə eləyirik və suyu tam çəkilənə qədər, həm də rəngi dəyişənə qədər bişiririk. Formamızı ya duru yağla, ya da kərə yağı ilə yağlayırıq. Qeyd edim ki, formamın diametri 32-dir. Əvvəlcə formaya xəmirin böyük olan hissəsini yerləşdiririk. Daha sonra içliyi də yerləşdirib, üzərindən balaca xəmiri də rəndənin iri gözündən keçirdirik və zövqə görə üzərinə 1 xörək qaşığı şəkər tozu da səpib 180 dərəcəli sobada 40-45 dəqiqə ərzində bişiririk. Bu qədər sadə dostlar, videomu like edib kanalıma abunə olmağı unutmayın. Hələlik.